Azərbaycan televiziyası, yəni Mədəniyyət kanalından bir film verdi mənim haqqımda. Gündüz mənə həsr olunmuş çoxlu sayda konsertlər səsləndi. Canım benim, 77 yaşınızda özünüzü necə hiss edirsiniz? Bax, bu yaş sizə nə deyir? Sözün yüzün desəm qəbul elə. O yaş mənim yadıma düşmür. Ki, belə bir yaş var mənim üçün bugün. Bilirsiniz niyə? İçim reallıqla çarpışır. Niyə? Özümə baxan kişiyəm. Niyə? Dostluqda sədaqətliyəm. Həyatda düzəm. Üzr istəyirəm canım mənim, özümə baxıram deyəndə nəyə nəzər tutursunuz? Məsəl üçün, idmanla mı məşğul olursunuz, yoxsa qidanıza mı diqqət edirsiniz? Mənim atamın atası, yəni babam, Kərbəlayi Ağa Məhəmməd kişi həm gözəl səs sahibi olub, gözəl səs sahibi. Cici yox, gözəl səs sahibi. Həm də çox möhtəşəm pəhlivan olub. O elementlərdən atama keçib səs, güc yox. O gücdən bizə keçib. Məndən balaca qardaşım vardı, o pəhlivanlıq edirdi. Həm də gözəl xanəndə idi. Adı Məzahir idi. Maestro Niyazinin vaxtında Maestro Niyazi məni çağırdı yanından, onda mən solist filarmoniya işləyirdim. Atamı, qardaşımı və məni dəvət etdi. Biz ata öz balalarıyla filarmoniyada konsert verdik. Bəli, konsert verdik. Atam oxudu Bayatı Şiraz Muğam dəstgahını, qardaşım oxudu Şahnaz, mən də oxudum Çahərgah. Keçmiş Novruz adətlərlə indiki Novruz adətləri arasında nə fərq var? Sizin dövrünüzdə, uşaqlığınızda, gəncliyinizdə hansı Novruz adətləri keçirilirdi ki, indi onlar keçirilmir, onları görə bilmirsiniz? Mən 22 yaşımdan köçmüşəm Bakıya. Yəni o kətdə gördüklərimlə burada gördüklərimin arasında fərqli xüsusiyyətlər çoxdan çoxdur, xanım. Çoxdan çoxdur. Mən misal üçün rəhmətli nənəmi görmüşəm. Çox işgüzar, çox səliqəli, çox səxavətli, çox nikbin əhval-ruhiyyəli bir xanım idi. Anamı görmüşəm, vasfası qadan idi. Bir stəkanı 3 dəfə suya çəkirdi, sabunlayırdı ki, onda çay süzürdü, bizə verirdi. Belə bir xanımın balası olmuşam. Mən anamı görmüşəm, misal üçün o vaxt, atam ki, xanəndə idi, 15 gün, 20 gün, 10 gün çıxardı, gəlməzdi. O toydan o toya otur. Yanıma gəlir ki, onun qavalını özünə verməzdilər ki, birdən sən başqa yerə söz verərsən. Belə də vardı. Yəni, atam gələndə biz gedib atamızı qonşu kətlərin birində qarşılayırdıq. Məhəbbət, qaçırdıq. Maşın yox, bir şey yox. Atam gələndə anam evin arxasında üzr istəyirəm, təmizxana hazırlatdırmışdı. Atamı orada ağıllı başı çimizirdi. Atamı orada geyindirirdi. Onun əvvəlki geyimlərini qoyurdu bir qaba, bir dəsmalın içine bağlayırdı, aparıb qaynadırdı onları. İndi də xanımlar var, əldə baxan qadınlar var indi, yoxdur. Rəhmətim nənəm bayrama bir 10 gün qalmış, yəni Novruz bayramına 10 gün qalmış, evi təzən evə suvaq çəkərdilər. Bir cür palçıq vardı, o göyə çalırdı. O palçığı suda əridirdilər. O palçığın suyundan evin deməli üst qatını bayır tərəfdən suyurdu ki, bu səliqəli görünsün. Həqiqətən elə idi. Nə çox göy idi, nə çox açıq. Belə qəşəng bir görkəm verir evə. Balıqdan neçə növ yemək bişirirlərdi. Ziyar balıqdan. Ləvəngi balıq deyərlər bizə Lənkəranda ona. Mən əslən Lənkərandayam. Ləvəngi balıq, yəni qozu üyülərdilər. Balığın içində. Bəli. Və toyuq cücə də həmçinin. Toyuq cücəni heyvan ağacının
çöpün qırardılar, uzun çöp. Heyva ağacının çöp. Deyirdi, nənə, niyə başqa ağacın çöpü olmasın axı? Deyirdi, oğul, heyva ağacına xüsusi ətirşahlıq varır. O bişəndə təndirdə bunu salırdılar, 3 dənə belə cügə, ya 2 dənə. 3 dənə belə. Deyir, bişəndə o çubuğun ətrindən, aromatından yəni, bu toyuğun ətinə çökür. Onu burada bilən var, ya burada eləyən var, yoxdur. Mən özüm o qədər papaq atmışam. Bəli, bəli. Uşaq olmuşam da, görürüm, hamı atır, mən də atıram. Sonra qoz-qoz oynayardıq. Papaq atmağı indiki dövrdə bəzən tənqid edirlər ki, papağı atmazlar. Yox, papağı atmazlar. O rus bir şey, smateri hansı papaq? Məsələn, mənim başımdakı papağı onu atmazlar. Bu namus qeyrət rəmzidir. Düz 4 gündür bizim qapıya papaq atılır. Yoldaşım da hazır qoyub hər şeyi ki, papaq atanlara nə isə versin. Hələlik atırlar. İndi nə vaxt yekunlaşar bilinmir. Yumurta döşəyərdik. Dəstəbalı inşallah. Qozu düzərdik 7 qoz. 7 dənə qoz. 7 uşaq. O qoza belə nizamla ikinci qozdan atardıq. Kim neçə qoz udursa onunkidir. Bura gələnə qədər o da Peyğəmbər balası. Peyğəmbər qiyafəsində. Amma yazını səni almadı, olur cəllad. Mən də elə şimdi əleyhinəyəm. Necə varamsa, məni necə görürsənsə, elə qələmə al da. Onların sualları sizi qane etmir, yoxsa yazdıqları? Sonra dəyişirlər yazını. Başlayırlar özlərindən əlavələr eləməyə. Əlavələr olanda dramaturgiya pozulur. Fikir dağılır. Zəhmət çəkmişəm, elm öyrənmişəm. Mən həkimlik təbabət zirvəsindən musiqi zirvəsinə qədər qalxmışam. Hər iki zirvənin fövqündə mən xalqıma xidmət eləmişəm. Güşi qıl ey ki bilirsən özünü vaqif-i-kar, agah ol. Gör ki nədir naləyi ney nəğmə-i tar, nədir ol xuş ki olan çubidə bu naləyi zar, ki sədasından onun qarət olub səbri qərar. Açmasan pərdəni, hər pərdədə var 100 əsrar. Maraqlıdır, bəs niyə həkimlik sənətinizə davam etmədiniz? Bilirsiniz niyə? Fikirləşdim ki, həkimliklə bu zirvəni tuta bilmərəm. Amma musiqi ilə tutardım. Tələbələrim hal-hazırda məndən işləyirlər, xalq artistidirlər, əməkdar artistlər, prezident mükafatçısıdırlar, Gülyaz Gülyanaq bacıları, Zabit Nəbizadə, Babək Niftəliyev, Eytiram Hüseynov, Sahib İbrahimov, iki qardaşım bu işlə, bu sənətlə ailə dolandırırlar, öz bağlarına. Amma, atalar deyib ki, nəsildən qoçu bir də olar. O nəslin qoçusu mənim. Mən ümid eləmirəm ki, mən 55 ildir ki, bu sənətdəyəm, bu sənətin zirvəsindəyəm. Biraz böyük alınmasın. Bu sənətin zirvəsindəyəm. Ümid eləmirəm ki, bundan sonra kimsə gəlib bu zirvəni fəth edə bilər. Niyə? İndi psixologiya dəyişilir, zaman dəyişilir, tələb dəyişilir. Valla özlərindən müştəbəylik artıq, psixoloji baxımdan başqalaşma gedir. Mən sənətkarım da, bax, sizin bu oturduğunuz otaqda gör kimlərlə işləmişəm mən. Nəhənglərin şəkilləri, portretləri burada var. Mən gəldim, bax, bu zirvəni fəth elədim, xanım. O zirvə olmasaydı, mən orada nə işim vardı? Hə? Gəl düzdən aşağıda. İlham Əli cənablarından o zirvəni fəth elədim. Onların qohumları deyilən, yerliləri deyilən. Mən xalqın sənətkarıyam, orada xalqın rəhbəridir. Aydındır. Ona görə mən sevirəm ki, bu zirvələr mənə nəsib olur. Bunları qazanmaq üçün də kafan düz işləməlidir, kafa, beynin düz işləməlidir. Musiqidə bu hərkərkilik
məni qane eləmir. Məsələn, nə? Nəyi budur ki, telekanallara baxıram, hər kanal özü üçün sanki elə bir bazar açıb. Hər kanal sanki elə bir özü üçün bazar açıb. Yəni təkrarən, 2 dəfə dedim. 2 dəfə dedim ki, qalsın orada. Bazar açıb özü üçün. Hayırdır? Hələlik biz ölməmişik. Hələlik biz varıq. Mən o keçmiş nəsillə indiki nəsil arasında bir mənəvi körpüyəm. Mən xalqımın musiqisini ədəbli, ərkanlı çatdırmağı bacarmışam. Farmazonluq eləməmişəm, oyunbazlıq, illüziya göstərməmişəm musiqidə. Hoqqabazlıq göstərməmişəm, akrobatik hərəkətlər göstərməmişəm. İlham mənim gözümün qabağında sənətə gəlib. Mənim gözümün qabağında. Mən anası ilə filharmoniyada konsert verəndə, o gəlib orada fayədə durdu, oradan bizə baxırdı. Siz bilirəm ki, onlar o ailəni çox yaxından... Bəli, Həbiblə, rəhmətli atası ilə bir yerdə işləmişəm, gərək olmayaydı. Ölü bəxt dünyasındadır. O dünya, Məhəmməd Peyğəmbərə qalmayan dünya, sənə mənə qalan deyil. İnsan gərək özünü elə idarə edə ki, o xalqın yaddaşında yaxşı qala. Əsas xalqdır. Söz, son söz xalqındır. Allah rəhmət eləsin, gərək özünü elə idarə edəsən ki, sənə qarşı hücumlar olmaya. Bəzən gözü götürməyənlər də olur, bunu da sənə deyim, özündən götürürəm. Bəzən gözü götürməyənlər sənin haqqında orada burada, adda burada sözlər deyirlər. Hətta qalmaqallar da çıxırdı sizin haqqınızda bu... Hə. Aydındır. Mən Allahın ətəyinə yapışmışam. Heç bir mənə o atılan, deyir, ağac bəhərə verəndə ona daş atan olur. Heç bir o daşda mənə dəyən olur, dəymez inşallah. Mən indidən öz işimi qurub quraşdırmışam. Hazırki evdə, hazırki yaşadığım evdə, Cənab Prezidentin bağışladığı evdə yoldaşımla ikimizik qeydiyyatda. Amma düşünürəm ki, sabah başımı qoydum yerə, arvad da qoca arvaddır, savadsız qadındır. Yaxşı və sonra necə olacaq? Onda mən işimi bəri başdan möhkəm tutdum. Evi ədəbli, ərkanlı surətdə öz bağlarıma vəsiy eləmişəm. Əgər 10 mat pulum varsa bankda, hətta ora qədər də o 10 matı bölmüşəm balalara, hərəsində 3 mat, 4 mat düşübsə, ayırmışam rəsmi qaydada. İndiki toylarda mən sənət görmürəm, haykü eşidirəm. O hayküdən yaşamaq qeyri-mümkündür. Oturdum səndən bir ədəbli ərkanlı danışmaq, o da nəsib olmur. Haykü əlindən eşitmək olmur. O nə toydur, hə? Biz toylar görməmişik. Amma toyxanalar vardı. İndi şadlıxana var. Mən şadlıxanalara, indiki şadlıxanalara hayküxana adı vermişəm. Mən, qoy bunu da deyim, bu mənim üçün böyük bir ağrıyan yerimdir. Məni ağrıdan bir elementdir. 2002-ci ildə xanım, 2002-ci ildə mən Respublika Sarayında o vaxt belə adlanırdı. Sola konsert verdim. Sizi inandırım, o konsertdə görüntü var da, istəsin verirsən, baxarsan. Sola konsertdə Azərbaycanın bugün meydanda olan xanəndələri və meydanı dəyişən xanəndələri, bəstəkarlar, alimlər, ziyalılar və mənim sənətimə hörmət eləməyi bacaran insanlar, haqqında danışanlar. O cür konserti çəkməyi o vaxt Space kanalı vardı, indi də var. Orada bir Nadir Axundov adlı adam işləyirdi. Mən də onun anasıydı, ya qaynanasıydı, üzrə girmişdim. İndi olmasın. İlə yan boyan oturdum, bu söhbəti açanda dedi, biz şəkərik onu. Biz şəkərik, dedim, Nadir müəllim, onu ASTV-də mənə söz verirlər, onlar da şəkərlər. O da heç də demədi. Konsert başlanan günü mən maşınla
saraya gəldim, bir də gördüm ki, bu Nadir zəng çaldı. Abbas, onlar da bir çəkər, əgər onlar çəkərlərsə biz çəkmədik. Dedim, Nadir, mən onlardan xahiş eləməmişəm. Sən isə özün mənə söz vermişsən. Space çəkdi, sonra mənə zəng gəldi. Bir neçə gündən sonra. Gəl, montaj edirik. Montajı elədik, montajda Bakı metrosu üzbəüz bina var, 9 mərtəbə. Onun səhv eləmirəmsə, 3-cü ya 4-cü mərtəbəsində oturduq, montaj sistemini bitirdik. Planlaşdırdıq ki, bax, bu konsertin ümumi formatı. Bunlar gedəcək konsert. Çox gözəl. Gəldi və səhərsi konsert veriləndə gördüm, o montajdan əsər əlamət yoxdur. Montajı təzədən çevirib, təzədən montaj edeyim. Öz istədiyi kimi. Bəli, öz istədiyi kimi. Mən də götürdüm, buna zəng çaldım. Dedi, hə, Etibar müəllim, onda Etibar vardı. Etibar müəllim bu adamı rad elədi, tənbih elədi, onun nə. Dedim, o adamı mənə göstər, gəlim sizin oturduğunuz mərtəbədə onu atım həyətə. Axır getdim, bu Nadirlə mənim inqilabım düşdü. Mən səhmə çəkmişəm. Bir Abbası pulun yəsi deyiləm. Bir Abbasda pul xərcləməmişəm. Cəmaatın, elin, obanın, xalqımın mənə dəstəyindən bu konsert alınıb. Siz bunu niyə bugünə qoymuşsunuz? Axır ki, bizim aramızda idi və sonra Nadir də oradan çıxartdılar, Etibarı da oradan çıxartdılar, Aləm də idi. Etibarın yerinə gəldi Vaqif Mustafayev. Nadir də getdi Astəviyə. Nadir Astəviyə gedəndən sonra başladı məndən hayfını almağa. Mənim muğamistlar müsahibəsindən pozmağa. Bilirsiniz, biz ziyalı bala kimi. Fikir verin. Görün, kim kimə qənim kəsilir. Nadir Axundov, Can Ali Əkbərova. Can Ali Əkbərovun döşündəki oduna bax. Buna baxın. Onun Nadir bundan sonra nəsliyən, nəcabətinə milyon yaşayır, onları ala bilməz. Mənim muğamistlar müsahibəsindən uzaqlaşdırdı. Kimləri çaldı? Səsi, sözü düz olmayan priboy oxuyanlara, Rusca buna priboy deyirlər. Priboy oxuyanlar gəldi muğamistlar müsahibəsində münsif heyətinin üzvü oldu və bal yazdılar oxuyanları. Amma Can Ali Əkbərov da 20 ilə yaxındır ki, muğamistlar müsahibəsində iştirak eləməyən xalq artisti, professor Can Ali Əkbərov oturub iş otağında. Amma orada kənəsi əyri, dodaqları əyri, Füzulinin söz qəlibini pozan adamlar münsifdə bal göstərirlər. Muğam üçün səsi uyarlı olmayan adamlar, muğam üçün səsi uyarlı olmayan adamlar, onlar bal yazırlar. Aydındır. Və bu muğamistlara diqqət yetirən, bu muğamistları dəstəkləyən adamlar da bir kəlmə maraqlanmadılar ki, ay canım, axı bu Can Ali Əkbərov bu qədər böyük bir sənətkar, özümü tərifləmirəm, bunu xalq deyir, mən demirəm. Əhəmiyyət verən də olmadı. Allah canlarına deyməsin. Ac deyiləm, söz deyiləm. Yəni həmən Cəlaliyyəm varam və necə varam. Necə biznesiniz var mı? Biznes? Yox, xanım. Valla mənim bir damcı səsim olub, oxuya bilməsəydim, acıdan ölən biri olardım. Mən divara bilən mıx çala bilmirəm. Qorxam ki, barmağımı əzərəm. Aşıq olmuşam. Bəli. Aşıq oldum, aşıq oldum. Xanım, həyatdır. Azad dünyadır. Aşıq olmaq deməzdim. Göz Gülüstan sarayında bir dəyəri gül görəndə birinci ona baxır. Dəyəri bir yaxşı açılmış gül, ləçəkləri gözlər, birinci ona baxırsan. O demək deyil ki, mən ona aşıq oldum. Sadəcə xoşum gəldi ona. Həyatdır. Adam xoşu gəldiyi təbiəti boş buraxmır. Edər ötmür onun yanından. Bizim evin qabağında meşəli dağ var. Kətdə. Meşəli dağ. Mən elə duran kimi birinci ona baxıram. Gözəllik. Ha, o zirvədir.
o dağa baxanda özüm də dağa dönürəm. Yəni gözəllik aşiqisiz. Hə, mən gözəllik aşıqıyam. Göz insana verilib gözəlliyi yəqinləşdirmək üçün. Mən nə edirəm? Kifir baxışlı bir xanımı. Mən nə edirəm? Eybəcər görünən bir xanımı. Xanımın yerişində mədəniyyət olmalıdır. Çörək yeməyində mədəniyyət olmalıdır. Səsin içində mədəniyyət olmalıdır. Tembrində gözəllik olmalıdır. Baxışında gözəl bir rayələr hiss eləməlisən. Onda həyat sənin üçün daha da gözəl görüşür. Deməyə sözüm çoxdur. Sözü onda deyərlər ki, əməli düz olsun. Mən boş yerə söz demək istəmirəm. Mən Azərbaycan telekanallarındakı o hərkərkiliyə son qoyardım. Telekanallardakı özbaşınalıqlar son qoyulası özbaşınalıqlardır. Mən əgər səlahiyyət yəsi olsaydım. Bizi nə sayırsınız? Çıxıb hərəsi məni başlayan onbasım fırdadır, ondan sonra çiyinlərim fırdadır. Bu xalqı nə sayırsınız? Bu xalqın milli musiqi mədəniyyətində niyə belə xəlal gətirən elementlər həkk edirsiniz? Çoxsu da xalq artisti adını alır. Bəli. Danışanda da inan Allaha, üzr istəyirəm. Bəzi işlər görən müğənnilər, xanımlar, olanlar, xoşa gəlməz işlər görənlər indi ailə tərbiyəsindən danışırlar. Xalqın artisti, xalq artisti. Əməkdar artist, qabaq niyə deyirdi əməkdar artist? Valla, mənim günüm, güzəranım çöllərdə keçib. Çöllərdə keçib. Nə qədər bizim maşınlarımız xarab olub, biz piyada yol getmişik. Nə qədər biz kolxozlarda can çürütmüşük. Biz nəmli, rütubətli mehmanxanalarda qalmışıq. Xərcləməyə də pulumuz da olmuyor sən deyən qədər. Mən də əməkdar artist. Dünən çıxan da, pırt edib çıxanlar da əməkdar artist olsunlar. Ayıbdır. Prosto ayıbdır. Parlamentdə mədəniyyət işlərində baxanlar var. Bəs bunlar hara baxırlar? Niyə bunlar layihə hazırlamırlar ki, cənab prezidentin təsdiqinə versinlər? Belə olmaz. Belə getsə, onda bizim milli musiqi mədəniyyətimizin nüfuzu biraz zəifləyər. Canan müəllim, bir daha sizin doğum gününüzü təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Siz bizim mədəniyyətimizin, incəsənətimizin dəyərli, sayılı olan incəsənət xadimisiniz, sənətkarısınız. Uğurlar. Çox sağ olun. Məni saydığınız üçün bu cənnət məkanlı gündə. Xalqımızın nəfəriyələr bu Novruzlu günlərində. Məni saydığınız üçün Allah sizi saysın. Siz ona layiqsiniz. Və sevinirəm ki, bu günlərdə biz söhbətləşdik. Mən etiraz səsimi ucaltdım sizin qələminiz vasitəsilə.